da qoş. Bir dəqiqə açılsın. Google. Buradan necə açılıb deyək. Stopun içində. Reverse zone falan. Buradan necə açılır? Yadımdan çıxıb. Hansını? Ekran görüntüsünü. Zoom'da. Aha. Orada aşağıda şeir var yaşıl rəngdə. Məndə indi ingiliscədir. Məndə deyir ki, şey açıq deyil, yəni. Ne, paylaşa bilməm mən. Xətay, sən paylaşa bilirsən? Dəqiqə baxın. Ekranı paylaşmadan gedirdi söhbət yəni. Aha. Is not turned on yazılıb. Siz icazə verməlisiniz buna. Video sönüyor. İndi eləyim. Deyir, İndi Azər yoxlasın, görün bəlkə indi olacaq. aha indi olur. Görürsüz mənim ekranı? Aha. Məndə də olar beyni xəta açsın. Xətay, gəl sən aç. Məndə qaldı. Ürəkli ol. Azər hazır yazmışdı ona görə. Yoxsa belə problem deyil. İndi bir yerdə yazacaq da problem deyil. Şey olsa mən burada chatdan göndərəcəm. Açıldı, kodu yazın. Açıldısa istəyirsən bir dənə mən sən elə hazır kitabxanaları atmışam. İstsən götür, copy paste elə. Haydi copy paste etmək yadımdan çıxdı. Özür diləyim. Sənin bu Google Colab'ın birəbir eyni işləyir Anaconda ilə. Aha.
Anacondadan daha rahat. Əksinə bu. Yox, kodinq cəhətdən deyirəm, sintaksi eynidir. Aha, eynidir. Sən bunları ayrı-ayrı elə, ə, Azər. Amma izah elə də nə etmək istədiyini. Mən birinci həmişə kimi kitabxanadan import elədim. Sonra ilk 5 hətri göstərməyini istədim. Sonra tapşırıq verdim. Mən ata bilmirəm çata tapşırığın şərtini, yazı şrifti çoxdur deyə. Mən evə atdığımdan istəyirsən götür at bir dənə bura. Aha, bir dəqiqə. Drive. Dərsi E, axırında atmışdınız, yoxsa ayrıca taskim atmışdınız? axırındaydı Burada var. məncə. Axırındaydı. İstəyirsən lap Gördüm. burdan aç, burada görək. Açını tapdım mən. Amma xətai sən sual ver də məsələn Azərə. Deyir removing returnal products. Yəni C ilə başlayan product şeydir, məhsulları bunun üçün Əzbər bilməyə ehtiyac yoxdur, internetdən də istifadə edə bilərsən. yox, internetdən nadir istifadə edir. Evet. Sintaksi yadımdan çıxdı. C ilə başlayanları silməyib. Sadəcə sintaksi yadımdan çıxdı. Heç bir problem yoxdur. Deyəlim ki, yadından çıxıb, nə edəcəksən? Ne için otur fikirləşəcəm. Yox, Sonra fikirləşməyi qoyduq bir kənara da. kodda əslində belə hallarda Gemini-dən istifadə edəcəm. Yəni Hə, okey, qeyri-istifadəli biz də baxaq ki, necə istifadə etsən. Xətai sənin də nəsə sualın varsa ver. Mən də Gemini Pro almışam, amma ChatGPT kimi deyil. Sanki ChatGPT daha yaxşı başa düşür. ChatGPT daha detallı izah edir. Yo, Biraz. Gemini daha qəşəng izah edir. Mən sizə CV-mi göstərəcəkdim. Azər bunu eləyəndən sonra göstərərəm. Mən dönənləri CV-mi şeylə, Gemini ilə yeniləmişəm. Çox da qəşəng yazırdı. Hətta belə olanda sən nə edirsən? Mən də elə, yəni ki, ya Google-da axtarış edə bilərəm, Ha daha Hı-hı. yazdım. funksiyanı yazıb axtarış edə bilərəm, sintaksini göstərsin deyə. Hı-hı. Bir dənə kopyalama, Ona Azər. İndi Yaxşı. mən bir dənə punkt deyəcəm sizə. Sən sadəcə yazdın ki, mən bunu axtarmaq istəyirəm. Yəni sintaksi yadımdan çıxıb da. O amma sənin nə taskını bilir, nə datasetini bilir. Bilmədiyi üçün görürsən sənə daha şey verir. Necə Sadə. deyim? Hə, yəni bu amma sən bunun bu kodun üzərində düzəliş eləməlisən də, istər-istəməz. Burada məsələn kolmunu yazmayıb və s. Bu cür də edə bilərsən ya da nə edə bilərsiniz? Azərin elədiyi çox yaxşıdır nə mənada? Çünki o bunu götürərək burdan özü üzərində düzəliş eləyəcək deyə o özü yaddan çıxartmayacaq müəyyən qədər. Sintaksis olaraq daha elə bir şey eləyəcək də, yadında saxlayacaq. Amma məsəl üçün nə edə bilərsən? Məsələn, sənin əlində taskın var da, düzdür? Taska ata bilərsən, yaza bilərsən ki, bəs bu dataseti də zaten orada mən Yox, mən elə eləmişəm də. eləməm. Mən daha çox yəni öyrənirəm. Yəni bu cür eləyirəm. Elə Yəni də eləyə həmişə bilərsən, belə çətinliyin də olanda eləyə bilərsən.
Amma elə eləsən o proses sənin işini daha sürətləndirir. Ə, Belə eləsən sən daha yaxşı öyrənirsən. İkisindən birini seçə bilərsən. İndi baxır sənin nə qədər məsələn qısa vaxtın var da. Amma belə eləməyini məsləhət görürəm. İndi xətaya gələndə görək xətayı necə edəcək. Mənə gəlməyəcək, mən işləməyəcəm. Niyə? Baxmamışam, yaxşı. Tapşırığa baxmamışam evdə ona görə. Yox, sənə başqa bir tapşırıq açacaq, ona baxacaqsan. Xətaya qaçma, sən ki belə deyildi. Həqiqətən Pythonda bir sıxıntılarım var. Uzun müddət nə bilim. Maliyyə sahəsi ilə maliyyəçi olduğuna görə Python biraz yaddı ona görədir. Hə. Biraz Python daha çox İnformatika proqramingdir. oxusaydı, yəni yad olmaz məsələn. Niyə Yad oldu informatika olmaz. oxuyub da universitetə gir, magistr hazırlaşanda? Yəni İnformatikanın çox da əlaqəsi yoxdur axı. Hə, Var ya, nə universitetə qədər var. hazırlaşandakı ilə yoxdur, orası ayrı. Hmm, Orada bir dənə Hazırlaşanda olsun biraz. alqoritmlər var. Yəni, Biz bunu eləyəndən sonra neynirdik? Mən sualı ikinciyə də verirəm. Bir hı, task eləmək üçün birinci açdıq, kitabxanalarımızı yüklədik, cədvəlimizə hı. baxdıq. Cədvələ baxandan sonra nə etməliyik? Cədvəli analiz edirəm. Məsələn, çox Aha, vaxt diskrap yazıram ya da ki, info yazıram ki, hə. bəlkə Bax ya onu da ki, eləmədik. İlk öncə indi onu elə. yəni Bir onsuz yerdə mən baxaq. bununla tanış idim də, mən onca bundan əvvəl işləmişəm eləmədim. Yoxsa həmişə eləyirəm. Hə, yox, prosta ardıcıllıqları necə eləyiriksə, elə bil təkrar Hı. eləyək hər şeyi ki, bir yerdə. Görək etap-etap biz nələrə fikir verməliyik. Mənim Anacondam işləmir, deyəsən sənin kimi Google Club-a keçəcəm. Print yazmalıydım. Sonra Mr. Values var şeydi o dəyər Yes. yazılmayan şey. Onu da Mhm. eləyir. Yox, bax indi Biz qalaq burada. Bunu başa düşək ki, burada nə var? Biz nələri görürük? Xətayı nə görürsən cədvəli biz describe eləyəndə dataların Buna da içində? eləyirdim əslində. O bunu da eləyim. İzin o. Bu daha çox yəni məlumat verəcək bizə. Burada indi sayın məsələn verir, bura nə bilim. baxanda nələri başa düşürsən? İzah elə məsələn bizə xəta ilə mənə. Mən? Mən izah edeyim. Müəllimə deyir ki, bura baxanda nə başa düşürsən? Hə, mən izah. Ha, elə bildim sənə deyir. Buna başa düşəndə bilirəm ki, description-da bir qısa müəyyədə yazılmayan dəyərlər var, onu silməliyəm. Sonra məsələn price-dan quantity vurub yəni qiyməti tapa bilərəm. Yəni invoice date-dən date çıxartmaq olar. Sonra stok kod sıfırdır. Stok kod object. Olsun. Sən buradakı datalara baxdın, düzdür? Ha? Ondan sonra bizdən nə istəyir? Deyir ki, invoice kolumunda C ilə C-lə başlayanları baş. gətir. Ha, ki, onu Şey, yazdıq, onu run elədik. İndi baxaq görək. İşləyir, işləmir. işləri daha yazmışam. Daha invoice, yəni silibdim onu.
Okey. Ondan sonra biz nə etməliyik? E, Bundan Oradakı sonraki mal olan task. dəyərləri silməliydik. Və orada da yazıb ki, remove missing non-values. Save drop none. Mhm. Orada məncə böyük S ilə başlayanı deyir Azər. Onda Onu böyük elə məncə. Elə təzədən run elə. İndi uzun otur şey. sən geri qayıtdasan, gərək digər yazdığın kodları təzədən işlədəsən. Yox. Burada ona eləmək ehtiyac yoxdur. Jupyterdə elədi. Burada amma görürsən, S ilə başlayanları çıxartmır. Aa, burada artıq çıxartma. Sən indi məsəl üçün bu halda nə etməlisən? Restart eləməliyəm. Yox. Yox, yox. Və məsələn sən Yeni. Gemini-dən kod istədin. Aha. Gemini-nin verdiyi kodda baxırsan ki, nəticəndən üst-üstə düşmür. Onda nə edirsən? Onda yenə kimliyə yazıram ki, bəs belə işləmir mənə. Ekran görüntüsü ata Təblərini yazır. bilirsən də, düzdür? Burada atma olur ama işte Mən bizdə işdə heç vaxt çapa girmək olmur. istifadə telefonda yazırsınız bəs Cimliyə problemi. Temin olsun ya. Gemini-yə girmək olur, şəkil atmaq olmur. Adi WhatsApp-a da girmək olmur, Telegrama da girmək olmur. Akses Hə, yoxdur, bizdə vermirlər. hmm, YouTube da aksesləndir. YouTube var bizdə. Burası YouTube'dan neyiniz? Tamam. Sən istəyirsən elə birincisini götür. Yox, birinci bunu yazmadım deyir. Və orada bir dənə Deyir. fərqli bir şey də yazıb. Yox deyir. Aha, bu səfər düz işlədi. Səbəb bilirsiniz nə idi? Çünki missed values var, heç bir dəyər olmayan. Onları sildi, ondan sonra yəni düz işlədi. Amma bax, yenə də C ilə başlayanları göstərmir axı. Ha, bu Yoxsa C ilə mən başlayan Cınan harda cınan başlayır? Invoice də verməli deyil. aha. Mən onları Hansı silmişdim sütun da yəni özüm cınan silmişdim. başlayanlar verməlidir. Orada invoice-də C ilə başlayan dəyərlər var. Mən onları silmişəm, ona görə qalmıyor. okey. İndi sonra bizə nə deyir? Tapşırığa qayıt, görək bizə nə deyir. Bunu elədim də ki, removing missing Mhm. values. Sonraki tapşırığa baxın. In order to find the recency values, which come.
Bizə ən sonuncu invoice date olanını gətirdik. Ki invoice date kolumun içində ən sonuncusu hansıdır? Bax yazmadan sual verin. Hı. Xətay, bizə ən sonuncu invoice date'i gətir deyirsə nə etməliyik? Ən sonuncu SQL-də nə tarixə edirdi ən görə sonuncu date'i gətirmək düzmək üçün? olar ya da ki Yox, bax tarixə SQL-də görə düzmək olar. onu Aha. düzdür. Bizə sadəcə ən sonuncusunu gətir deyir. SQL-də Ən ən birincisini, sadəcə nə edirdik? ən sonuncusunu tapmaq üçün Mhm. SQL-də sadəcə şey yadıma gəlir ki, düzüb ən başdan bir ikisini seçməkdir. Hə, o Windows funksiyonun içində idi. Bizim aggregation funksiyalarımız var idi. Aha. Ən birincini, ən sonuncunu gətirmək üçün sadəcə bir funksiya istifadə Min edirdik. max var idi orada. Mən də onu eləmişdim elə. Hə, hə. Minimum Yazdım maksimum. bir kodu. Invoice date kolumunu. Aha. Köhnə yazdığın kodu saxlayır. Yox, sən sadəcə təkliflə verir ki, burada yəni ola bilər bu. Abi deyə Hmm. yazmırsın. Səndə prosudur, yoxsa adi sadəsidir? Nə, mən heç nə düşünmüşüm ki, sadəcə məndə Gemini plusdur, amma Colab özüdür. Kolab bir növ MySQL oxşayır. Aha, çox oxşuyur. Yəni funksiyalar ümumlayırsın. Çünki burada faylları gördüm. Elə bir sən ora yaratmısan, ad qoymusan. Niyə qrup by elədin Azər Customer ID-yə görə? Yəni, çünki Orada orada deyirdi ki, hər müştəriyə görə sonuncu şeyi tapsın, yəni nə vaxt alış-veriş edə bilər. Yəni Mhm. customer ID-yə görə işləyir, sıradakı axırıncı date'i tapır da. Əslində orada hələ birinci ilə last invoice date tarixinə gətirsən ona baxsaq daha şey olar. Bunu da yaz, ona da baxarıq. Bunu yazım görüm işləyir. İşləyir də. Sonra bizə nə edək deyir. Sonra deyir ki, bugünkü tarixlə sonra nə deyirdi doğrudan? Hə, bugünkü tarixdən necə? Deyir. Yəni bugünkü tarixdən bu axırıncı tarixə çıxması onu deyib. Yes. Nə qədər müddət varsa, Amma onu bilmək istəyir. da import date time olmalıdır da. Neçə gün keçibsə, Yazmışam onu onu. tapmaq. Aha. Hə, Görüm import date time oldu. yes. Aha. From a date time import date. Necə idi? Sən Bir indi dəfə. indi burada bir dənə belə bir sual yaranır. Aha. Sən onu cədvəlimizdə göstərmək üçün bugünkü Yeni tarixə bir nə kolum qədər keçib, bir yaratmalıyam dənə da. hə, yeni bir kolum yaradıb həmin variable-a sadəcə o kodunu həmin variable təyin etməlisən. Aha. Əslində bunu burada da yaza bilərdin. Sən Amma necə yox. istəyirsən elə yaz, fərqi yoxdur. Əsas odur ki, ə, taskı həll edəndə hansı ardıcılığı bilməyəndə necə edirsən, onu öyrənək bir yerdə. Vay.
Bunun sintaksını yadına salın. Deyəsən belə etdim. Yes, aggregation. Sən bunu edəndən sonra mən sizə o biri taskda maraqlı bir şey göstərəcəm. Özümüz dataset yaradacağıq. Daha deyit. Bu Datemax deyil də bu. Yox. Bu da deyit. Name error verir. Today date is not defined. Today date. Bir dənə sual verim. Ha? Orada invoice date'in infosunu cədvəldə describe edəndə data tipini nə gördün? Prototip deyəsən object idi məncə. Date şey çevirmə yadımdan çıxdı əslində. Yes, və onu da çevirməlisən ki, sən eyni tipləri çıxa bilərsən də. O da sonra problem Hı? yaradacaq sənə. Hı. Ha, bu yenə işləməyəcək. Today date mən necə şey yapıram? Xətai nə tövsiyə edirsən? Cümleye yazmam. Hiç tavsiyem yoktu. Ə, Oha, bunu yazmaq yadımdan çıxıb. Öyləsin. Ha, Və today bayaq date sənə mən. onu deməyə çalışırdım ki, birinci Hə, neynəməliyik? Data tipinə biz cədvəli niyə info edirik, describe edirik? İçindəki data tiplərə baxmaq üçün. Çünki biz hər hansısa bir əməliyyatları icra ediriksə, mütləq şəkildə data tiplərimiz də eynidir. Nəysə çıxıb hə. toplayacaqsa, vuracaqsa, nə edəcəksə, data tiplərimiz müəyyən qədər eyni olmalıdır. Ona görə orada biz invoice date'i birinci keçirtməliyik date time. Ondan sonra Bu sən idi. artıq gəlin belə elə bizim onsuz da burada vaxtımız bitir.
bağlayaq. Növbəti açanda mən bu taskı başdan açacağam. Özüm başdan gedə-gedə hansılara gediriksə izah edəcəm. Yaxşı.